Bu həyata hər kəs qədəm qoyur, amma hər kəs insan kimi yaşaya bilmir. Elləri var ki, yalnız mövcud olur. Adı var, yaşı var, səsi eşidilir, lakin izi görünmür. Xatirəsi yaşamır, dəyəri hiss edilmir. Həyatda qədəm qoymaq başlanğıcdır. Amma insan kimi yaşamaq, iradə, vicdan və məsuliyyət tələb edir. Nəfəs almaq, var olmaq demək deyil. Var olmaq, cəmiyyətə fayda vermək, ətrafına nur saçmaq, arxanca dua qazandırmaqdadır. İnsan yalnız özünü düşünən deyil, insan ehtiyacı olana əl uzadan, haqqı pozulanda səssiz qalmayan, sevincində də, kədərdə də paylaşmağı bacarandır. O varlığı ilə örnək, yoxluğu ilə boşluğu buraxandır. Bəziləri uzun illər yaşayır, amma heç kim onu xatırlamır. Bəziləri isə qısa ömründə böyük iz qoyur. Çünki dəyər ilə ölçülmür, əməllə ölçülür. Bu dünyaya qədəm qoymaq alan yazısıdır. Amma insan kimi yaşayıb xatırlanaraq köçmək seçimdir, duruşdur, mərdlikdir. Unutma, hər kəs bu dünyaya gəlir, amma hər kəs insan kimi getmir. Əsas məsələ necə gəldiyin deyil, necə xatırlandığındır. Həyatda dərin iz buraxanlar zaman keçsə də unutulmaz.